Hər kəsə salam. Bu günləri MİQ-ə hazırlaşan müəllimlərin, abituriyentlərin ünvanladığı artıq qalma məsələsinə baxacağıq. Reaksiya zamanı hansı maddədən artıq qalıb, hansı tamamilə sərf olunub, bunu anlayaraq asanlıqla həll edəcəyik. Sizə belə bir sual verim. 1 stəkan un, 1 vedrə su. Hansına görə xəmir yoğurarsınız? Ona görə xəmir yoğurarsınız da, düzdürmü? Suya görə xəmir yoğursanız, 1 vedrə suyun içərisinə unu töksəz, orada un qarışıq su olacaq. Xəmir yoğurmuş olmayacaqsınız. Amma ona görə xəmir yoğursanız, una uyğun biraz su götürəcəksiniz, xəmiri yoğurmuş olacaqsınız. Un tamamilə sərf olunacaq. Sudan isə unun götürdüyü qədər istifadə edəcəksiniz, qalanı artıq qalacaq. Reaksiyalarda da belədir. Hansı ki azdır, tamamilə reaksiyada sərf olunur. Hansı ki çoxdur, o aza görə lazım olduğu qədər götürülür. Yəni hansı nisbət lazımdır, o nisbət götürülür, qalanı artıq qalır. Unla su ilə yadda saxlasanız, bu cür sualları asanlıqla həll edəcəksiniz. Artıq biləcəksiniz ki, aza görə hesablama aparmalısınız. İndi baxaq belə bir suala. 4 qram kalsium üzərinə 4 qram kükürt əlavə edilib. Neçə qram kalsium sulfid əmələ gəlib? Hansından artıq qalıb? Neçə qram artıq qalıb? Gəlin birlikdə baxaq. 4 qram kalsium, kalsiumun aşağısında öz qramını qeyd edirik. Kalsium 40 qramdır. Kükürt 4 qram, öz qramı, yəni AR, nisbi atom kütləsi 32 qram. Baxırıq. Hansı azdır? Necə tapacağıq onu? 4-ü 40-a bölürük, 4-ü 32-yə bölürük. Hansının rəqəmi balacadırsa, azdırsa, onun yanında hesablama aparırıq. Biz bilirik ki, məxrəci böyük olan daha balacadır. Deməli, hesablamanı kalsiuma görə aparmalıyıq. Burada yəni məqsəd onu tapmaqdır ki, hansı azdır? Kalsium azsa hesablama aza görə aparılacaq, kalsiuma görə aparılacaq. 40 qram kalsiumda nə qədər kalsium sulfid əmələ gəlir? Deməli, 72 də bunun emiri. 40 qramdan 72 qram əmələ gəlir. Verilən 4 qramda isə nə qədər alınacaq? Sual. Buna görə də tənasüblə həll edirik. Tapırıq ki, 7,2 qram. İndi isə baxaq, hansından artıq qalıb? Kükürtdən artıq qalıb da. Necə tapırıq bunu? Biz bildik ki, kükürtdən artıq qaldı. Amma neçə qram artıq qaldı? 40 qramda 32 qram reaksiyaya girir. Bəs 4 qramda nə qədər reaksiyaya girməlidir? Biz tənasübünü qururuq, 40 qramda 32 qram reaksiyaya girir, 4 qramda nə qədər reaksiyaya girər? 3,2 qram. Demək ki, bu reaksiyada 4 qram kalsium götürüləndə 3,2 qram kükürt kifayətdir. O zaman 4 qram götürülübsə, 3,2-si istifadə olunubsa, nə qədər artıq qalıb? Verilən 4 qramdan o reaksiyaya sərf olunan 3,2 qramı çıxıb, tapırıq ki, 0,8 qram kükürt artıq qaldı. Elə bilin ki, bu kükürt sudur, kalsium undur. Necə ki, 1 stəkan un, 1 vedrə su götürmüşdük ha. Onun kimi aza görə xəmir yoğurduq. Yəni aza görə reaksiyanı apardıq, artıq qalan kükürt oldu. Onu da necə ki suyu biraz istifadə elədik, vedrədə su artıq qalmışdı. Kükürt də eləcə lazım olan qədəri bizə 3,2 qram lazım idi 4 qram götürəndə. Onu istifadə elədik, qalan o 0,8 artıq qaldı. Bu qədər sadə. Növbəti videolarda görüşmək ümidi ilə.